bizim ölkədə çox da qarşılaşa bilməyəcəyimiz bir şey. Belə bu formada balaca bir dükandır. Bu dükanın xüsusiyyəti nədir? Burada ikinci əl işlənmiş geyimlər satılır. Amma təbii ki, pis vəziyyətdə deyil. Geyinilə biləcək, alına biləcək normal geyimlərdir. Gəlin içəri girim mən, göstərim içəridə nə var, nə yox. Belə hər cür geyimlər var. Uşaq üçün, istər xanım üçün, istər bəy üçün. Bir neçəsində daha yaxından göstərim sizlərə. Məsələn, bu formada bir köynək, qiyməti 15 manatdır, az geyinilmiş. Bu formada bir isti polar, cəmi 32 zlot. Fikirlərinizi şərh bölməsindən yazarsınız. Məndən bu qədər.